Aysel, indi mən burada nə edirəm uşaqlar? Deyirəm, bu cisimləri ilk dəfə nə vaxtda görüşdürürük? Mən, məsəl üçün, bu K ilə M arasında bir dənə nöqtə götürürəm. Ta ki, bir nöqtə götürürəm. Buna deyirəm, məsəl üçün, P nöqtəsi. Deyirəm ki, ta ki, bu P nöqtəsində görüşüb də. Yəni, bilmirəm də neçə saniyədən sonra görüşüb. Nə edirəm uşaqlar? Bu K-dan P-yə yazıram ki, bunun S1 məsafəsi, düzdür, K-dan P-yə. S1 məsafəsi yazıram, V1 vurulsun T. M-dən P-yə isə məsafə olacaq S2. S2 bərabərdir yazıram. V2 vurulsun T. İndi uşaqlar, siz mənə diqqətlə qulaq asın. Bu K-dan M-ə gəlir. Bu istiqamətdə K-dan M-ə gəlir. Yəni, bu istiqamətdə bir yarım çevrə cızır da, düzdür? Görürsünüz ki, yarım çevrə hərəkət edir. Yəni tam çevrə yox, yarım çevrə. Bizə bilirik ki, yəni tam çevrənin uzunluğu 2 piyerdir. Amma yarım çevrənin uzunluğu isə, yarım çevrənin uzunluğu olacaq L bölünsün 2, yəni olacaq piyer. Bu zaman bu K-dan P-yə gəlib, cisim K-dan P-yə gəlib, M-dən də P-yə gəlib. Bunların cəmi mənə nə verəcək? Yarım çevrənin uzunluğunu verəcək. De, düzdür? Yəni bura yazıram ki, S1 plus S2 bərabərdir pi-ə. S1-in yerinə nə yazıram? V1T. V1 nədir bizdə? 12. Yazıram 12 vurulsun T. Üstə gəl. Al 8 vurulsun T V2. Bərabərdir. Pi 3-dür. R də 60-dır. Buradan T-ni çıxardıram mötərizə xaricinə. 12 ilə 8-i toplayıram. Bərabərləşdirirəm 180-ə. T də bərabərdir buradan 180-i böləcəm nəyə? Bunların cəmi, yəni 20-yə. Bu da eləyəcək 9 saniyə. Deməli, mənim cismim 9 saniyə müddətdən sonra görüşüb. Yəni, bu iki cisim 9 saniyə sonra görüşüblər. Aydın oldu uşaqlar. Bəli. Bəli, müəllim. Kim bunu düz yazıb? Bunu mən yazmamışdım. Düz. Ömər, Mən belə yazdım. Fatimə belə yazmış. Daha Ben böyle doğrusu Mədinə belə yazmamıştım. yazmışdınız. Bəli. Ay, sağ olun. Murad, başa düşdün? Bəli, bəli, müəllim. Bir dənə nöqtə götürürsən K ilə M nöqtəsi arasında və görürsən ki, bu K ilə K-dan M-ə gələndə bir yarım çevrə cızır. Yarım çevrə cızması üçün ümumi 2 piyerdir çevrənin uzunluğu, amma yarım çevrədə piyer olacaq. Aha. Başa düşdünsə, keçək 33-ə. 30-cu sualda mənə deyir ki, çevrə üzrə bərabər sürətli hərəkət edən K və L cisimləri bucaq sürətləri eynidir. Omega 1 bərabərdir omega 2. K cisminin xətti sürəti 15. Mənə verib ki, K cisminin xətti sürəti nə qədərdir? 15 metr bölünsün saniyədir. L cisminin xətti sürətini istəyir məndən. Görən ki, uşaqlar, bu hər ikisində və omega 1 bərabərdir omega 2. Mən yazıram ki, VK bərabərdir omega vurulsun RK və L yazıram ki, VL bərabərdir omega vurulsun RL. Buradan görürəm ki, omegalar sabitdirsə, sürətlə radius düz asılıdır. Yəni, yazacam VK bölünsün VL-ə bərabərdir RK bölünsün L-in radiusu. VK mənə nə qədərdir? K cisminin xətti sürəti 15. Yazıram ki, buradan 15 bölünsün L cisminin xətti sürəti bilmirəm nə qədərdir. Bərabərdir. RK. K cisminin radiusu 3R'dir. L cisminin radiusu isə R-dir. Bu R-lər bu R ixtisar getdi. Və buradan da nəyi tapanda? V-li tapanda nə verir mənə? 5. V-li tapanda verir mənə 5 metr bölünsün saniyə. Aydındır. Bəli. Belə yazmışdınız uşaqlar. Bəli, Cavab B variantı. Bəli. bəli. Ömər, Bəli. belə yazmışdın. Aha. Keçirik 34-cü suala. Mənə deyir ki, cismə bir düz xətt üzrə, düz xətt boyunca yönələn modulları F1 5, F2 6 və F3 9 ilə 3 qüvvə tətbiq olunmuşdur. Bu qüvvənin əvəzəsinin ən kiçik qiyməti. Baxın uşaqlar, mən bir dənə bura cisim çəkirəm.
Cisim çəkirəm. Əvəziyyəsinin ən kiçik qiyməti alması üçün, ən kiçik qiyməti alması üçün bunların yəni yönəltməliyəm. İkisini sağa, birini sola yönəltməliyəm. Necə yönəldirəm? Yəni kiçik qüvvələri sağa yönəldirəm. Kiçik qüvvələri sağa yönəldirəm. Bura 5 Newton, tak ki. Bu da 6 Newton. Amma böyük qüvvəni əksi istiqamətində yönəltməliyəm ki, 9. Bunların əvəzləyisini tapanda, yəni bu ikisinin cəmindən 6 o da 5, 11 eləyir. 11-dən 9-u çıxanda əks istiqamət. Bu da eləməlidir 2. Yox, yəni mən 9-la 6-nı götürsəm sağa, 5-i sola götürsəm, 9-la 6-nın cəmi 15 eləyir. 15-dən 5 çıxanda 10 eləyir. Və yaxud da 9-dan 5-i götürsəm 14 eləyir. 14-dən 6 çıxsam 8 eləyir. Amma mən ancaq 5-dən 6-nı götürməliyəm ki, 9-u sola yönəltməliyəm. Onların əvəzləsi mənə 2 versin. Yəni cavab olacaq C variantı. Aydındır? Bəli. Bəli. Aha. Baxırıq 35-ci suala. Mənə deyir ki, aha. Aha. Mənə deyir ki, mənə deyir ki, kütlələri M1 200 qram və M2 500 qram iki polad kürəcik toqquşur. Qarşılıqlı təsir zamanı birinci kürəcik ikinciyə 8 Newton qüvvənin təsiri edir. Baxın uşaqlar, birinci, ikinciyə 8 Newton qüvvənin təsiri edir. Yaxşı, ikinci bəs birinciyə hansı qüvvənin təsir edəcək? Yəni birinci ikinciyə 8 Newton qüvvə ilə təsir edir. Yaxşı, bəs F2 F1-ə hansı qüvvə ilə təsir edəcək? Newtonun Bu üçüncü da 8 qanunu. Newton. Təsir əks təsirə bərabərdir. Yəni F1 2 bərabərdir F2 1-ə. Aydındır? 8-ə bərabər. Əgər 1 2-yə 8 ilə təsir edirsə, 2 də 1-ə 8 ilə təsir eləməlidir. Yəni 8 Newton D variantı. Aydın oldu? Bəli. Aha. Murad başa Bəli müəllim. düşdün? Bəli, bəli. Aha, baxırıq 36-ya. Deməli 36 mənə nə deyir? Deyir ki, sərbəst düşmə zamanı, baxın uşaqlar, sərbəst düşürmə zamanı çəki həmişə sıfıra bərabərdir, birmənalı olaraq. Ağırlıq qüvvəsi isə sərbəst düşür, nə bilim, fərqi yoxdur, yerə düşür, heç bir fərqi yoxdur. Ağırlıq qüvvəsi həmişə mg-yə bərabərdir. Yəni 4 vurun elədik 40. Ağırlıq 40, sərbəst düşməsə çəki 0, A variantı. Aydındır? Bəli. Aha. Baxırıq 37-ci suala. 37-də nə yazmısan Murad? Müəllim 37-yə müəllim C. Baxırıq görək C nədir? Verilmiş kütləli iki maddi nöqtə arasında qravitasiya qarşılıqlı təsir qüvvəsi. Biz bilirik ki, F bərabərdir J vurulsun böyük M, kiçik M bölünsün nəyə? Kiçik R-in kvadratı, düzdür? R kvadratı. Məsafədən görürsən ki, məsafədən Tərs kvadratın asılı. tərs asılıdır. Sən hansı məntiqlə sən buna C variantı yazmısan? Hə? Murad, Bəli, bəli müəllim. hansı məntiqlə C variantı yazmısan Həm buna? nəyisə səhv eləmişəm də, Nəysə yadımdan səhv oldu. eləmişsə nədir? Bu düsturdur, bu da onun qrafikidir. Yaddan çıxarma bundan sonra. Aydındır. Oldu müəllim. Cavab Y variantı. Aha. Baxırıq 38-ə. 38-ə Mədinə nə yazmısan? A variant. Baxırıq 4-də bir də. artır. Deməli, mənə nə deyir? Deyir ki, V0 sürəti ilə şaquli yuxarı atılmışdır. Bu cisim yer səthindən 2V0 sürəti ilə. Uşaqlar, gəl bunun qrafikini çəkək. V0 sürəti ilə atılıb, indi 2V0. Ümumiyyətlə, şaquli yuxarı atılmanın qrafiki belədir. Gedir, yavaşın hərəkət edir, sonra təpə nöqtədə hərəkəti əksindən yeyinləşən hərəkət. Mən bilirəm ki, mənim uçuşum yuxarı atdıqdan sonra maksimal qalxma hündürlüyü. Aha, maksimal qalxma hündürlüyü tapmaq üçün uşaqlar V0 kvadratı bölünsün 2C'dir. V0 kvadratı, yəni H maksimal V0-ın kvadratından asılıdır. Birinci halda V0 idi, ikinci halda 2V0 oldu. Sürət 2 dəfə artdı, maksimal 4 dəfə artacaq. Yəni cavab A variantı. Aydındır. Bəli. Bəli. Ömər belə yazmışdın. Böyle yazmıştım. Aha. Baxırıq. Nə deyir mənə? Sərbəst düşən cismin 4-cü saniyədə getdiyi yolu hesablayın.
Dördüncü saniyəyə gedilən yolu hesablayın uşaqlar. Bunu necə yazacağam mən? Sərbəst düşmədə. Sərbəst düşmədə n-ci saniyədə gedilən yol düsturu var idi. Düzdür? Yazıram ki, h-n 2 bərabərdir. bölü 2 vurulsun J 2 bölü 2 minus 1. vurulsun 2n minus 1 düsturu. J məndə 10'dur. Onu bölürəm 2'yə. N də 4'dür. Dördüncü saniyə deyir. 2'ni vururam 4'ə, çıxıram 1. Bu da eləyir 5 vur 7, o da eləyir 35 metr. Cavab C variantı. Aydındır? Aha. Bəli, müəllim. Bəli. 40-cı sualı Murad deyir. Murad nə yazmısan 40-a? 40-a müəllim. B yazmışam 40-a. Nə yazmısan? B. B yazmısan? Sən Bəli. bunu yazanda içkili zat deyildin, yoxulu zat deyildin. Mən Ya mən deməmişdim fikir ki, değildim, yoxluyydum deyəsən. F Dünən müəllim bərabərdir yazmışam. Kx olanda K sərtlikdir, heç birindən asılı deyil. Nə F-dən, nə də X-dən heç birindən asılı deyil. Ayda. K sadəcə SY bölünsün L0-dan asılıdır. Onda bərk cisimlərdə keçərik biz. Mən birinci A variantını götürüb təzədən silib B yazmışam. Aydındır, cavabdır. Bəli. Bəli. Baxırıq 41-ci suala. 41-ci sualda uşaqlar mənə nə verib? F dartı qüvvəsini verib. Verilənləri yazıram. F dartı bərabərdir 20 Newton. 15 kütləli cisim mənə kütləni verib nə qədər? 15 kiloqram. Düzdür? Aha. İndi uşaqlar mənə deyir ki, sürtünmə qüvvəsini hesablayın. Siz mənə deyin görün, bu sürətin zamandan asılı qrafikində cisim necə hərəkətdir? Yeyinləşən hərəkətdir Ömər, ya yavaşlayan hərəkətdir? Yavaşlayan hərəkətdir müəllim. Ay sağ ol. Yavaşlayan hərəkətdə mən modulunu istəyir məndən, özə müsbəti istəyir. Onda mən buradan təcili tapa bilərəm də. Təcil nədir? V çıx V0 bölünsün A-dır da, düzdür? V0'ımız başlanğıcı 20'dir, sonu amma 0'dır. Yazıram A bərabərdir modulda 0 çıx 20 bölünsün 5. Təcili tapdıq 4. Təcili tapdıq 4, düzdür? Bunda ev sürtünmə yoxdur məndə. Yavaşan hərəkət olduğuna görə uşaqlar, sürtünmə qüvvəsi dartı qüvvəsindən böyükdür ki, cisim yavaşan hərəkət edir. Yəni, Newton ikinci qanunu yazanda yazıram F sürtünmə çıx F dartı bərabərdir EMA-ya. F sürtünmə bilmirəm nə qədərdir. F dartı bilmirəm 20 bərabərdir M 15. 15-i də 4-ə vuranda, yəni buradan F sürtünməni tapanda 20 üstəgəl 60 cavab edəcək 80 Newton. Yəni Y variantı. Aydın oldu? Bəli müəllim. Aha, Bəli, müəllim. aha. Baxırıq 42-ci suala. Mənə deyir ki, çəkisiz yaydan asılmış 2 kiloqram kütləli cisim şaquli aşağı istiqamətdə yönəlmiş F bərabərdir 10 Newton qüvvə ilə dartılır. Tarazlıq halında yayda yaranan elastiklik qüvvəsinin modulunu hesablayın. Uşaqlar, siz bilirsiniz ki, əgər mən yaydan cisim asmışamsa, elastiklik qüvvəsi hərəkətin əksi istiqamətində, yəni yuxarı doğru olacaq. F elastiklik. Düzdür? Tarazlıqda olduğuna görə yuxarı sadəcə F elastiklikdir, amma aşağı həm F qüvvəsi, həm də bunu aşağı dartan ağırlıq qüvvə, yəni mg var. Tarazı şərtini yazanda yazıram ki, F elastiklik bərabərdir aşağı gedən qüvvələrin cəmi, yəni mg plus F. F elastikliyi tapanda M var, mg var 2, J də 10'dur, 20. Üstəgəl F nə qədərdir? 10 Newton. Bu da cəmi eləyəcək 30 Newton. Deməli, yuxarı yönələn elastiklik qüvvəsi 30 Newtondur. Yəni, Y variantı. Aydın oldu? Bəli, müəllim. Ay sağ ol. Baxırıq indi. Deməli, 43-cü sual. Şaquli aşağı istiqamətdə 2 metr bir saniyə sürətlə bərabər sürətli hərəkət eləyən hərəkətdə də liftin döşəməsindəki cismin çəkisini 60 Newton. Bu cismin kütləsini hesablayın. Baxın uşaqlar, bərabər sürətli hərəkət elədiyinə görə, elə cismin çəkisi mg nəyə bərabərdir? Ağırlıq qüvvəsinə. Düzdür? Buradan nə istəyir məndən? Cismin kütləsi mg bərabərdir 60-a.
M də buradan bərabərdir. 60 bölünsün nəyə? J-yə. Yəni 10-a. Bu da eləyir 6. Hı, Cavab D. Aydındır. bəli. Uşaqlar, bərabər sürətli hərəkət elədiyinə görə mənim çəkim elə ağırlıq qüvvəsinə bərabər. Əgər bu bərabər sürətli yox, bərabər yavaşlayan, bərabər yeyinləşən hərəkət etsəydi, bu zaman çəkim mən mj bərabər olmazdı. Ya m vur j çıx a, ya m vur j plus a olardı. Aydın oldu. 44-cü Bəli, müəllim. sualı mənə Murad deyil. Deməsə vay halına. Nə yazmısan 44-də? Mən şeydə, Nə? mən 2-3-də C. 200. Baxırıq indi. Hansı cihazlardan istifadə edər? Rezin çubuğun sərtliyi. Mən bilirəm ki, ümumiyyətlə elastiklik qüvvəsinin düsturunu yazıram. K vurulsun x-dir. Mən buradan K-nı tapmaq üçün elastiklik qüvvəsini bölməliyəm x, yəni uzanmaya. Qüvvə bilirəm ki, Newton, yəni dinamometrlə ölçülür. X uzanma isə xəttkeşlə ölçülür. Metrlə. Cavab xəttkeş, bir də dinamometr 200. Düzdür. Bəli. Baxırıq 45-ə. Baxın uşaqlar. Mənə deyir ki, uzanmayan, çəkisiz sapdan asılmış yük deməli sabit təcillə yuxarı qaldırılır. T bərabərdir 30 Newton olarsa, F gərilmə qüvvəsini hesablayın. Düzdür? F gərilmə qüvvəsini hesablayın. Baxın uşaqlar, mən burada necə yazacağam? Nə yazmışsınız bura ümumiyyətlə? 18 D bəndi. Aha. Mən də D Yazmısan, yazmışam. D. izah eləyin, izah eləyin, Mən də. izah eləyin. Necə yazmısınız? Murad, daha doğrusu Ömər, D. Mən 45-də Aha. 45-də müəllim yazmışam ki, F bərabərdir 3m J plus A. Hı -hı. Sonra yazmışam ki, T bərabərdir 2m üstəgəlsin 3m o da vurulsun J plus A. Sonra ixtisar eləmişəm müəllim. 5-də 3 vurulsun 30, o da ki 18 Newton. Aha. Demək uşaqlar bunu belə yaza bilərik. Baxın uşaqlar bu F qüvvəsi 3m neynir? Yuxarı dartır, düzdür? Amma bu T gərilmə qüvvəsi isə həm 2m həm 3m yuxarı dartır. Düzdür? Belə tənasülə yaza bilərsiniz də baxın. F qüvvəsi 3m yuxarı dartır. Amma T gərilmə qüvvəsi isə 5m yuxarı dartır. Buradan mən F-i tapanda neyniyəcəm? 5-də 3-ü vuracam T-yə. Yəni 5-də 3-ü vuracam 30-a. Cavab eləyəcək 18 Newton. Bu qədər sadə və asan. Və necə yanaşdım mən buna? Diqqətlə qulaq asın. Görürəm ki, təcili istiqaməti də yuxarıdır, F-in istiqaməti də yuxarıdır. Amma bu F sadəcə bu 3m kütləli cismi yuxarı qaldırır. Amma T gərilmə isə həm 2m-i, həm də 3m-i, yəni ümumilikdə 5m kütləli cismi yuxarı qaldırır bu T qüvvəsi, gərilmə qüvvəsi. Ona görə F 3m-i dartır yuxarı, T isə 5m-i. Nisbət tənasüb yazdım, tapdım 18. Kiməsə aydın olmadı? Müəllim oldu mənim. Aha, başa Aydındır düşdünüz? müəllim. Aydın. Harika. Mən 46-dayım. D. 46-da mən B yazmışam. B yazmışam. Baxırıq. Üfüqi səth üzrə yalnız sabit sürtünmə qüvvəsinin təsiri altında hərəkət edən verilmiş cismin tormuz müddəti onun başlanğıc sürəti hansıdır qrafik. Sən mənə deyə görüm, tormuz müddətinin düsturu nə idi? Hə? Murad, Necə müəllim? tormuz müddətinin düsturu. Ay, tormuz müddətinin düsturu. Aha. Ay, B yazmısansa izah eləməlisən də. Nə yazırsan B yazdın? B, B0 böl A. Aha, A da ay B0 sağ ol. böl A. V0 bölünsün A-dır. Görürsən ki, deməli, T V0 necə asılıdır? Düz asılıdır. Aydındır? Bəli. Hı -hı. Baxırıq 47-ci suala. Deyir ki, uşaqlar, sıxılmış yaya bərk edilmiş cisim üfüqi səth üzərində sükunətdədir. Deməli, bu sükunətdədir. Cismə təsir edən sükunət sürtünmə qüvvəsi
Hansı istiqamət? Baxın uşaqlar, sıxılmış yaydır. Bu cisim, yəni bu cisim bu yayı sıxır. Sıxır. Amma bu yay da buna təsir edir axı. Yəni dartılır, buna təsir edir. Bu zaman cisim aşağı doğru gedir, sıxır bunu. Yəni sağa doğru. Amma sürtünmə isə sürtünmə bunu əks istiqamətə dartır. Yəni sürtünmə sola doğru yönəlir. Amma dartı qüvvəsi isə bu cismi sıxır aşağı. Buna görə sürtünmə olacaq sola doğru. Aydındır? Bəli. Evet. Aha, baxırıq 48-ci Bəli. suala. Mən deyir ki, sürtünmə qüvvəsinin dayağın reaksiya qüvvəsindən asılılığı verir. Sürtünmə əmsalı. Mən bilirəm ki, sürtünmə bərabərdir mü vurulsun n düsturundan. Mən buradan müni tapanda F sürtünməni bölməliyəm n-ə. Biz bilirik ki, sürtünmə qüvvəsi nə F sürtünmədən, nə də n-dən asılı deyil. Amma burada qiymətinə görə dəyişir. Ta ki, mən F-ə 10 versəm, n-ə 2 versəm 5 olacaq. Amma mü 5 olacaq. Amma F-ə 20, n-ə 5 versəm mü 4 olacaq. Deməli, bunun qiymətindən asılıdır. Bu zaman ədədi qiymətindən asılı. Bu zaman görürəm ki, bu 1 ilə 2 eyni düz xətt üzərində olduğuna görə yazıram ki, yəni f-ləri də n-ləri də bərabərdir. Bərabər olduğundan onda müləri də bərabər olacaq. Yəni mü 1 bərabərdir mü 2-yə. Amma 3-ə baxsaz uşaqlar, n-i daha böyükdür. F isə olduğu kimi qalıb da. N-i böyükdürsə deməli müsü daha kiçik olacaq. Bu kiçikdir, yəni böyükdür mü 3-dən. Mü 3 daha kiçikdir. Deməli, cavab olacaq Y variantı. Aydındır? Evet. Yəni, uşaqlar, Bəli. münin böyük olması üçün F-in böyük olması lazımdır. N isə kiçik olması lazımdır. Yox, münin kiçik olması üçün F-in də kiçik olması lazımdır. Amma N-in böyük olması lazım. Yəni, kəsrin məxrəci böyüdükcə kəsrin qiyməti azalır. Aydın oldu? Baxırıq 49-cu suala. Deyir ki, 5 kiloqram kütləli cisim F bərabərdir 20 Newton qüvvənin təsiri ilə düzxətli bərabər sürətlə hərəkət edir. Cisimə təsirin sürtünmə qüvvəsini və dayağın reaksiya qüvvəsini hesablayın. Baxın uşaqlar, hərəkət edir hansı istiqamətdə? Bu istiqamətdə hərəkət edir. Deməli, bunun dayağın şaquli hərəkət eləmir də. O zaman bunun dayağın reaksiya qüvvəsi, yəni N, bunu aşağı doğru çəkən mg-ni kompensasiya edir. Yəni, bərabərdir mg-yə. Bu da bərabər nə qədərdir? 50 Newton. N vur 5. N vur 100. 5 vur 10. Elədir? 50 Newton. Deməli, N 50 Newtondur. Və bərabər sürətli hərəkət elədiyindən, uşaqlar, bərabər sürətli hərəkət elədiyindən mən bilirəm ki, biz bilirik. F dartı qüvvəsi F sürtünməyə bərabərdir. Dartı nə qədərdir? 20, onda sürtünmə də olacaq 20 Newton. Deməli, sürtünmə 20, reaksiya 50. Cavab D variantı. Belə yazmışdınız sizdə. Mən belə Bəli. yazmışdım. Milli. Aha. Mən də. Ben Baxırıq 50-yə. Nə deyir mənə? Deyir ki, dayaqla birlikdə şaquli yuxarı istiqamətdə A təcili ilə bərabər yerləşən çəki, bərabər yerləşən və yuxarı olduğuna görə yazıram N vurulsun J plus A. Y variantı. Baxırıq 50 neçəyə? Deməli 51-ə. Mənə deyir ki, uşaqlar, yer səhhətindən şaquli yuxarı, bayaq çəkdim qrafik. Daha sonra hərəkət istiqaməti. V0 sürəti ilə yuxarı atılıbsa cisim. V0 sürəti yuxarı atılıbsa, bunun birinci yavaşkən hərəkət eləyəcək və təpə nöqtədə bunun son sürəti olacaq 0 və hərəkətin əksi istiqamətində yeniləşən hərəkət eləyəcək. Yəni mən qrafik çəksəm, birinci olacaq sürətin modulu və sürətin modulu dediyinə görə mən qrafiki mənfidə çəkə bilmərəm, ancaq müsbətə çəkə bilərəm. Yəni, birinci halda sürət müəyyən bir V0-dan yuxarı atılıb, yəni get-gedə azalır. Sonra isə əksi istiqamətində yeniləşən get-gedə artır sürət. Modul dediyinə görə cavab belə olacaq. Yəni, A variantı. Aydındır. evet. Bəli. Baxırıq 52-ci suala. Sərbəşmə təcili ağırlıq qüvvəsi. Nə deyir? Ağırlıq qüvvəsi, sərbəşmə təcili və ağırlıq qüvvəsi. Deməli, nə deyir mənə? Nə yazmış bura? Nenələ?
Mən B yazmışam 52. Sən B yazmısan. Mədinə, sən nə yazmısan? Və mən B yazmışam müəllim də. Mədinə, sən Mən də də B yazmışam. B yazmısan. Baxırıq hələ B nə olan şey. Deməli, vektorial fiziki kəmiyyətdir. Sərbəşmə təcili də vektorialdır, çünki istiqaməti var. Hər ikisi. Hər eksi 1 getdi hər eksinə. 2-yə baxırıq. Cismin kütləsindən asılı deyil. Sərbəşmə təcili kütlədən asılı deyil. 2 getdi bura. Cismin kütləsinə düz tanrısı ilə 3 getdi bura. Yer səthənə perpendikulyar istiqamətində yönəlir. Yer səthənə perpendikulyar istiqamətində yönəlir. Bu getdi hər ikisi. Hər ikisi. Aydın oldu. Yəni cavab oldu 2, 3, 1, 2, Bəli. B variantı. Bəli müəllim. Aydındır. Aha, baxırıq 53-ə. Cismə eyni zamanda tətbiq olunan bir neçə qüvvənin təsiri qədər təsir göstərən bir qüvvə nə adlanır? Əvəzləyici qüvvə. Cisim yer və ya yer tərəfindən cəzb olunan Əvəzləyici və qüvvə. ağırlıq qüvvəsi 2. Yerin cazibəsi nəticəsində cismin dayağı və askıya göstərdiyi Çəkidir o da. şəkildir. Axırda qalır 1. Çəki. Elastiklik qüvvə. Ay sağda yazmışdınız. Yəni cavab 4, Bəli. 2, 3, 1. Bəli. Aha. Baxırıq 54-ə. Deyir uşaqlar, Günəş ətrafında orta sürəti 30 kilometr böl saniyə. O yerin 5 dəqiqə ərzində getdiyi yol. Mən bilirəm ki, S bərabərdir VT düsturunda. Yəni 30 kilometr, 30 vur 10 üstü 3 metr vurulsun 5 vurulsun. 5 dəqiqəni saniyə çevirirəm. Yəni 60 yazıram. Vur 60. Bu da bərabərdir. Necə olacaq bu? Deməli, 9000 idi yazıram. deməli. Nə qədər? 9000. Mən 9000 tapmışam. Ay sağ. Deməli bu eləyəcək 300. Deməli 9 vur 10 üstü. Deməli bu eləyəcək 300. 9 10 üstü 6. Yəni 9 getdi yıl 9 kilometr olmaz. 90 kilo. 900 kilometr olacaq. Yəni bir saniyə bu deməli yazaq da bunu. 3 deməli 30 300 900 vur 30. Bu olacaq belə. Deməli 900 900 vurulsun 10 üstü 4. Bu da bərabərdir. 9 vurulsun 10 üstü 6. 9 vurulsun 10 üstü 6. Yəni nə qədər? 9 milyon kilometr yuxarı gedəcək. Aydındır? Bəli. Bəli müəllim. 9 vur 10 üstü 6 metr. İndi bu da nə qədər eləyir özünüz hesablayarsınız. Cavab belədir. Deməli, baxırıq 55-ə. Üfüqi səth üzrə hərəkət edən cismə 15 Newton sürtünmə qüvvəsi təsir edir. Cisimlə səth arasında sürtünmə həmsə 0,3 olsa reaksiya qüvvəsi. Mən bilirəm ki, şəkil çəkməyə ehtiyacım yox. Sürtünmə bərabərdir mu vurulsun n olduğundan reaksiya qüvvəni buradan tapanda sürtünməni 50 olur da var. Yəni 15-i bölməliyəm 0,3 o da eləyir 50 Newton. 50. Aydındır? Bəli. Hı -hı. Baxırıq 56-ya. Baxın uşaqlar, mənə deyir ki, kütlələri M1 bərabərdir 2M2 və K1 bərabərdir K2 olan yaylarda yaranan elastik qüvvələri və yayların uzanmaları arasında hansı münasibət doğrudur? Düzdür? Ay sağ. Baxın uşaqlar, elastik qüvvələri F bərabərdir. Bilirəm ki, F elastik bərabərdir hansı qüvvədir? Buradan F elastiliyi yuxarı yönəlir. Amma bunu aşağı doğru çəkən bir mg var, ağırlıq qüvvəsi. Deməli, F elastik özü mg-yə bərabərdir. Düzdür? Hə? Bəli. Deməli, Bəli. F M-dən asılıdır. M1 yəni yazıram bura F1 bölünsün F2-yə bərabərdir. M1 bölünsün M2-yə. Bu da var. M1-i yenə yazıram 2M2 bölünsün M2. M2'lər getdi bərabərdir 2. Yəni buradan yazıram ki F1 bərabərdir 2F2-yə. Suelastik qüvvələri müqayisə elədim. F1 bərabərdir 2F2-yə. İndi keçirəm uzantıları müqayisə eləməyə. Uzantıları necə müqayisə eləyəcəm? Uzantılarda eynisi ilə F elastlik qüvvəsinin Kx bərabərdir mg-dən. X-i buradan tapanda mg bölünsün K. K onsuz sabitdir, dəyişmiş ilə sabitdir. X-dən m düz asılıdır.
Daha doğrusu biz burada x'ləri bu düsturla müqayisə edə bilmərik. Bir saniyə qarışdırdık. Bir saniyə. X'lər uşaqlar, k'lar sabitdirsə x'lərdən asılı deyil ümumiyyətlə. Paralel birləşmə x'lər bir-birinə bərabərdir. Asılı deyil. Yəni kütlədən asılı deyil x'lər. İstən bura 100 kilo az, bura 5 kilo. Fərqi yoxdur. Asılı deyil. X1 X2-yə bərabərdir. 4. F1 də bərabərdir 2 F2. Yəni cavab olacaq 2 ilə 4. Aydındır? Bəli. Aha. Bəli, bəli. Baxırıq 57-yə. 57 mənə nə deyir? Deyir ki, çəki mg'dir, Newton. Newtondur. Sürət metr bölü saniyə, A variantı. Sıxlıq Bu da kiloqram kilometr bölü dəqiqə. Kilometr böl dəqiqə. və yaxud da C də gedə bilər bura və yaxud kilometr bölü dəqiqə də gedə bilər bura. Bəli. Aydındır? Bəli. Aydın. Aha. Uşaqlar bizim 3 dəqiqə vaxtımız qalıb. 3 dəqiqə 58 deyim, 59 ilə 60-ı deyəcəm. Deməli uşaqlar 58-i diqqətlə qulaq asın. Deyir ki, elastik deformasiya olunmuş yaydan kütlələri M1 3 kiloqram və M2 2 kiloqram olan cisim asılmışdır. Cisim tarazlıqdadır. Tarazlıqdadır. İp qırıldıqda, yəni bu ipi mən qırıram. Yayın uzanması və sərtliyi necə dəyişir? Uşaqlar, deməli mən bura yazanda, baxın, bunu yuxarı doğru çəkən bir F elastik var da, yəni deformasiya nəticəsində, yəni aşağı doğru da mg ağırlıq var. mg isə m1 plus m2 vur j deməkdir. Düzdür? Mən bilirəm ki, bunun sərtliyi bir k-da, sərtlik heç birindən asılı olmadığına görə bir k-dır, düzdür? Yəni sərtlikləri bərabərdir. Kx bərabərdir mj olduğundan m o da m eləcək necə? 5 vur j də, yəni 5j. K asılı deyil, k'ları bir-birinə bərabərdir. K çünki kütlədən asılı deyil. Amma x isə kütlədən asılı olduğuna görə bir saniyə uşaqlar biz burada indi baxıram. Biz burada x1 bərabər x2-ni bərabər götürməməliyik. Bir saniyə. K ilə qarışdırırıq biz bunu. Deməli, uşaqlar, burada yazanda kx bərabərdir mj olduğundan x də kütlədən asılıdır. Mj bölünsün nə? K-dan. K x m-dən asılı olduğuna görə yazıram x1 bölü x2 bərabərdir. M1 bölünsün M2-yə. M1 də 2M2 olduğundan M2'lər gedəcək. Tapacam buradan x1 bərabərdir 2x2-yə. Yəni x1 bərabər 2x. 2, 4 yox, 2, 5. 2, 5. Aha. İndi bura baxanda uşaqlar. Burada da k'lar bərabərdir. K'lar dəyişmir. Yazıram bura k'lar konstantdır. Amma x-lər isə kütləyə görə dəyişir. Birinci halda 5m idi. İkinci halda isə 3 atılır, qalır 2. Nə qədər azaldı? 2,5. Deməli, x-i 2,5 dəfə azalacaq. Amma sərtliyi isə dəyişməz. Aydın oldu? Bəli. Bəli, bəli. Deməli, uşaqlar, mən linki atıram indi. Təzədən qoşularsınız, o 2 sualı izah edirəm. Bir də qalan o suallar. Aydındır? Oldu.